bəxtim gətirdi. Şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Kimdir ki? Qorxuram ki, həyəcandan hər şeyi qarışdırım. Ramizə bildirməsəm yaxşıdır. Leyli, yaxşı da sən sakit ol, özünü ələ al. Həll eləyəcək də. Sən əsas odur ki, məsələni evdə onların beyninə sal da, qoy razı olsun. Əslində o gün söz eşitdirdim. Gördüm ki, yaxşı reaksiya verdi. Doğrudan? Əla. Belə də davam elə. Razı salonları mənə xəbər eləyərsən, yaxşı? Görək də. Yaxşı. Dünya. Aras, mən deyəcəkdim. Sənin deməyinə ehtiyac yoxdur. Mən artıq hamısını bilirəm. Bağışla, mən... Sən niyə bağışla deyirsən? Sən bağışla deməli deyirsən. Əksinə, sən Şəkərgili bağışla ki, səni istəmədiyi şeyə məcbur eləyiblər. Nə? Şəkərgil? Deyirəm, sən çox safsan. Şəkər mənə dedi ki, Ləman deyir ki, mənə heç nə lazım deyil. Nişan falan istəmirəm. Elə öz aramızda həll eləyərik. Şəkər düz deyir. Doğrudan deyirsən, sən özün istəmirsən. Hə, mən özüm dedim. İstəmirəm səni xərcə salım. İstəmirəm sənə yük düşsün. Dedim, aramızda yüngül özümüz həll eləyərik. Mən də elə bilirəm ki, onlar səni məcbur edib bunu. Yox, əksinə. Onlar əllərindən gələni elədilər. Nə istədim, onu da elədilər. Çox sağ olsunlar. Mən də onların haqqına girdim. Günahlandırdım. Amma sən mənim fikirləşmə, ha. Sən məni qəti düşünmə. Bu dünyada əlimdən gələn və gəlməyən hər şey eləyəcəm ki, sənin üçün xoş olsun, ürəyincə olsun. Bizim nişanımız da olacaq, yaxşı? Kim idiyə görəsən o qız? Yox, gəlib niyə yaxınlaşmıram ki? Yaxınlaş, soruş ki, Xəzər kimdir bu qız? Necəsən Nazlan? Nə olub, niyə elə baxırsan? Bir dəfə də görsən mənə. Kim idi o qız? İnansan, mən qıymıram da sənə. Mənə kosmetikalar, xonçalar, paltarlar lazım deyil. Mənə sənin sevgin və qayğın lazımdır. Ləman, sən çox yaxşı qızsan. Çox qəşəng qızsan, çox safsan. Və mən bu dəqiqə özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm. Amma xahiş edirəm sənə, bu mövzunu burada bağlayaq. Bizim nişanımız olacaq. Vəssalam. Çox tərsini. Yaxşı, necə istəyirsən elə də olsun. Deyirəm, bəlkə bir elə burada xatirə şəkil çəkdirək, yadigar qalsın da.
Elə sənin telefonundan çəkək də, o yaxşı çəkir. Mənim? Aha. Yaxşı. Et. Bir dənə baxaq görək necə çəkmişəm. Qəşəng düşmüşük, hə? Hə, yaxşı baxdın. Hə, deyirsən, telefonun bahalıdır da, əlimdən salıb sındıraram. Dəlisən, elə şey olar. Deyirəm, indi gedim, evdən zəng eləyərlər. Gedək bir yerdə gedək yola salımsan. Yox, özüm gedərəm. Sən get işlərinlə məşğul ol. Ev yaxındır da. Yaxşı. Ehtiyatlı ol, hələlik görüşərik. Acımdan öldüm ha. Salamünaleyküm, hoş geldiniz. Buyurun siparişlerinizi diyerdiniz. Nədir? Sən burada mıymışsan burada? Olub, nəsə olub? Otur şu. Başım xarabda işləyəm mən. Sən burada neyinsən? Burada deyil elə yemək yerlərdən. Və sən demirdin klinikada işləyirsən. Allatmısan hamımızı. Yavaş dönün. Niyə? Neynimə özümə bir iş tapa bilmədim də, yəni düzəlməli bir iş tapa bilmədim. Məcbur qaldım, bura işə düzəldim. Pis iş görmüşəm ki. Bildim, qaqa, yalan danışmağa nə ehtiyac var idi ki, yəni? İşdir də, işləyirsən. Neynimə məcbur oldum da, indi. Neyniyim, hələ ki təzə bir iş tapana qədər burada işləməliyəm. Qulaq as, sən bilirəm ki, ağzını söz saxlayan deyirsən, evdə açıb demədən mən burada işləyirəm. Deməyim evdə. Hə. Baxırsan qulluq eləməyivə də. Ha, böyük qardaşın kimi deyirəm. Yaşda zarafat Evdə bir kəlmə də demirsən, mən burada işləyirəm. Zarafat elə, narahat olma. Bir şey yemək gətirdi, onu da yeyim, baş vurduğuna. Nə Müştəri istəyirsən? aparmalıyam, acından ölüm. Nə istəyirsən? Nə var orada? Küftə zad var, yaxşı belə. Ver də bir dənə çiftə yeyim. İşte mənim öz şortumdan yazım, ayağım. Yaxşı, danışdıq Şortda da. yazma, yox. Verəm, Danışdıq. Hə, narahat olma da. Danışdıq, yaxşı. Natiq, Hə. Ayda, sən bilirsən neynədin? Mən heç nə eləməmişəm, Xəzər, sən eləmisən. Neynəmişəm mən? Deyirəm, kim idi o qız? Bütün sürprizimi pozdu, nəsən mənim? Nə sürprizi pozmuşam, məndən danışırsan? O qız bilirsən kim idi? Sevdanın baldızı. Sevdan baldızlığına sən nə işin var ki, yaxşı? Nə işin var deyəndə ki, Sevdanın ailəsinin dağılmamağına kömək eləmək istəyir mənə, ona görə. Sevda evə qayıdır ki? Hə, inşallah ki, hər şey yolunda getsə qayıdacaq. Leyli də mənə kömək eləmək istəyir ona görə. Leyli o baldızı da, yəni? Ay, sağ ol. Mən də inanırsan çox pis oluram. Yəni, Sevdanın ailəsinin dağılmamağına görə əlimdən gələn hər şeyi eləmək istəyirəm. Toğrul da uşaqdır, özün bilirsən də, arada qalır. Ona görə nə bacarıramsa eləyirəm, yəni. Düz eləyirsən, Xəzər, həqiqətən. Yəni, mən doğrudan bu, bizim münasibətimiz bir tərəfə, Sevda bir tərəfə. O qədər istəyirəm ki, o qız xoşbəxt olsun, onsuz da əziyyət çəkib, hər şey yolunda olsun, heç ailəsi də dağılmasın, getsin, inşallah yaxşı olsun hər şey. Hə, bilirəm, bilirəm. Çox sevinirsən, hə, Sevdanı? Necə çox sevinirsən, hə? Yəni, çox sevinirsən də Sevdanı.
öz evinə Nə deyirsən? qayıtmağına. Yəni sevinirsən, bilirəm, həmişə bilirəm səni. Sən Sevdanın evlərinə qayıtmağına sevinirsən, yoxsa baldızdan canın qurtarır? Ayıbdır ya Xəzər, həqiqətən ayıbdır ya. Mən burada səninlə danışıram, dediyi sözə bax. Nə deyirəm? Mən doğrudan Sevdanı çox istəyirəm. İstəyirəm ki, onun üçün hər şey yaxşı olsun. Baldızlıq nədir? Bilirəm, mən bilirəm. Narahat olma. Canın qurtarır, Sevda. Yaxşı da. Sənə bir şey deyim, sən belə əsəbləşəndə çox qəşəng olursan. Sən məni əsəbləşdir belə. Ümumiyyətlə heç vaxt üzümü görməyəcəksən. Lap elə. Hə, lap elə. Yaxşı. Xəzər, get zəhmət olmasa. Yaxşı da gedirəm. Get. Gedirəm. Nəysə, mən gedirəm. Get. Sən deyirsən deyə getmirəm də, öz işlərim var, onu gedirəm. Amma çalış ki, bu qısqanmağını belə çox birizə Xəzər, verir. get. Diqqətində qalsın. Get. Diqqətimə görə də təşəkkür edirəm. Anamın yanına apar, anamı istəyirəm. Nənə qurban. Bax anam birazdan gələcək. Göz biraz gələcək. Darıxma. Səma, hara gedirsən? Xəstəsən, gəl. Gəlib səni götürməzdim bax. Bir də gələn dəfə səni götürməyəcəm. Gəl bura. Nənə, məni anamın yanına apar. Anamı istəyirəm. Anam gələcəkdə balam, nə olur? Ana! Deyəsən sən əməkdar afisiyasısan. Necə də yəni başa düşmədim. Düz deyir də, nəyi başa düşmə. Bu yaşda afisant olar. Yer çıx, vurdun, dağıtdın. Allah səhkəmə. Bir tikə çörək yeyəcəkdik. Zəhər elədin burnumuzdan. Yer çıx, getsən Allah burada. Qardaş üzrlü sayın da. Nə üzrü sayaq? Düz deyir də, nə üzrü sayaq? Qardaş bir Bir boyva buxumva bax. Həm də fərsizsən. Qardaş biraz danışığımıza fikir ver. Mən fərsiz zat deyiləm. Gəlmişəm bura halal çörəyimi qazanmağa. Biz haram qazanırıq. Qazanma. Deyirik ki, get başqa işlə məşğul ol. Sən nəvə oynadan vaxtındır. Sən qulluq eləyən vaxtındır. Özü də eləyə bilmirsən. Vurdun, hər şeyi dağıtdın. Bura baxın qardaşlar. Mən bilmirəm kimsiz, nəsiz, imkan verin işimi görüm də mən burada. Artıq heç danışmayın da. Valla mən bilmirəm, belə adamları hardan tapırlar, götürürlər, gətirirlər bura. Sən bilmirsən, amma mən bilirəm. Nə deyirsən sən? Beyin xala bilirsən? Xəzər, nə olub? Niyə keyfin yoxdur? Nə olmayıb ki, amma? Leyli ilə danışanda Nazlı görüb bizi. Nə danışırsan? Bəs nəsə dedi sənə? Nəsə soruşdu? Soruşdu ki, bu qız kimdir? Mən də dedim ki, Sevdanın baldızı. Vay. Bəs demədi ki, sən Sevdan baldızı ilə nə işin var? Onu da soruşdu. Mən də dedim ki, Sevda ilə Ramizi barışdırmaq üçün mənə kömək eləmək istəyir. Nə bilməyim. Can bala, sənə qurban olum. Sən bu işin içindən necə çıxacaqsan? Heç özüm də bilmirəm. Belə zülüm dərd olar. Hər iki balam pis vəziyyətdə, mənim də əlimdən heç nə gəlmir. Nə olub? Ramiz yenə nəsə deyib? Ramiz nə deyəcək ki? Ramiz heç nə deməyib. Amma siz gedin hazırlaşın, nə lazımdırsa alın, elçi gedək. Elə hər şeyi həll edin, bu axşam gedək. Leylin istəməyə, yaxşı? Hazırlaşın, nə bunu? Dur ay bala, dur gedək.
Darıxdığım sənin üçün darıxırsa, darıxmaq gözəldir. Salam. Salam. Hansız mənə çay verərsiniz? Biraz da döz, Ləman gəlib verər. Elə mən də onu deyəcəkdim. Nə oldu? Danışdın Ləmanla. Biz öyrətmişdik onu. Danışdım indi. Üzrlü hesab eləyin də orada bir səhv olub, anlaşılmazlıq olub. Nə oldu? Biz deyəndə inanmırdın. Ləman deyən kimi o dəqiq inandın. İndi oldu daha düz deyirsiniz. Amma siz çox yaxşı bilirsiniz ki, mən sizin üçüncü dairə ayrılıqda necə çox istəyirəm, necə hörmət edirəm. İndi oldu da bir səhv oldu, bir səhv başa düşüldü. İndi üzrlü hesab eləyərsiniz də, yəqin bağışlayar. Bağışlayarsınız da mənə, hə? Mən bağışlayıram. Çox sağ olun. Mən də bağışladım. Mən özümdən soruşum görüm bağışlayıram ya yox. Sən get bir dənə şəkərdən soruş gör, bağışladı, gələrsən. Bu günahla səni bağışlayıram. Bağışladın da belə başa düşdüm, hə? Onda barışmağımızın adı nədir, şərəfinə biriniz mənə çay verin, deyiz ki. Hə? Mən gətirərəm sənə çay. Mənə də zəhmət olmasa. Üzgün. Çay içirdin, gedərdin, birini özünə, birini mənə gətirərdin, içərdin, nə olardı? İndi barışmışdım. Ha, yaxşı, sən və bazı gətirər, içərik. Nə yaxşı yığışmısınız? Nəsə söhbət var? Hə, var idim. Amma gecikdim. Danışıb həll elədik. Hayır. Deyirəm, ay Nəcib, sən də Aras kimi özünə qız tapıb evlənəndə belə dəyişəcəksən, belə həyat dolu olacaqsan. Nə olub ki? Bilmir, belə var, mərhəmətli olub, görmürsən, necə üzü gülür. Deyirəm, Ləman bunu çox dəyişib, Nəbi ilə mənim kimi. Nəbi ilə sən nə tərsiz ki? Nəbi ilə mən başqayıq da. Bax, Nəbi məni tanımamışdan əvvəl belə başqa cür idi. Məni tanıdı, həyat eşqi artdı, həyata baxışı artdı. Belə fərqli düşüncələr, işləri düzəldi. Mən ona yaxşı gəlmişəm. Deyirəm ki, yaxşı ki bu Nəbi müdür deyil. Yəni müdür olsa biz Nərminin yanından yan belə keçə bilməzdik. Salam verməz ya. O da olar. Nə deyirəm olsun da. Görürsən Nəbi indi neynir? Ha, Nəbi demişkən heç Nəbi ilə danışa bilməmişəm. Görün neynir, işləyə biləyim. Neyniyəcək? Qab-qaşıqla dalaşır, neyniyəcək? Yəni, deyirəm ki, abid vaxtıdır da, nahara çıxıb, yəqin nahar vaxtıdır. Elə demək istədim. Sağ ol, sən ver bacı. Ay qız, mənə niyə çay gətirmədin? Sən istəmədin ki. Düz deyil. Daha mənə gətirməni də gətirmədin. Deyirəm ki, ay Nərmin, öz aramızda bu Nəbi işə düzələndən sonra sən bu evdə əlvi bir dənə işə vurmursan ha? Can, səni ver bacı. Qoy Nəbişim hələ o klinikaya müdür keçsin, ondan sonra heç nə əlim işə vurmayacam, görərsiniz. Həm də ki, harada görünüb ki, müdür arvad nəsə iş görsün, özümü ofisiyant tutacam, o eləyəcək də. Demişdim, deməyəcəm. Ürəm patdı, özümü saxlayan var. Kişi kimi söz vermişdim. Ne oldu be? Bilirsiniz, Nəbi əslində ofis. Nə oldu? Ofis nə? Dən deyirəm. Alo. Nəbi mənim qardaşım. Hə? Nə oldu be? Nəbi polisdədir. Polisdədir? Nə? Sən burada nə edirsən? Yeğenim telefonuma zəng çatmır. Niyə götürmüşsən telefonu? Demişəm Aras yanımda olanda mənə zəng eləmədi. Ay bala, zəng eləmişdilər uşaq evindən ki, uşağın qızdırması var, xəstədir. Mən də yeğenim gedib götürməliydim də, məcbur idim. Anam, mən sənin üçün çox ağladım. Can, darıxmır, buradayam. Gəldim də işlərim var idi. Çox nahaq, məndən xəbərsiz gəlib götürmüsən. Anam, mən çox xəstələnmişdim. Can, buradayam, mən buradayam. Gör uşağın nə gündədir.
burnu başı axır. Ona dərman almaq lazımdır. Mən bir dənə qızdırma dərmanı vermişəm, uşaq biraz özünə gəlir. Belə olmaz axı. Mənim işlərimə qarışma. Mən özüm bilirəm nə vaxt götürmək lazımdır. Sağalsın, necə götürmüsənsə elə də apararsan. Eşitdin məni? Gəl qızım, gəl. Ay Nəbi, sən iki səhv eləmsən. Afisiyant işləmək ayıb şey deyil ki. Buna görə sən gəlib bizə yalan danışmısan. İkincisi də ki, sənin ən böyük səhvin onların səviyyəsini enib onlara cavab qaytarmağındadır. Düzdür. Qardaş, axmağa nəyisə izah eləmək axmaqlıqdır. Onsuz onlar əlindən gələni eləyəcəklər. Onlar dünyanın ən bədbəxt adamlarıdır. Çünki özlərini, öz hərəkətlərini qıraqdan görmürlər. İşləyib çörək qazanan adama gülmək ən aşağısı mədəniyyətsizlikdir. Mən elə o mədəniyyətsiz adamların cavabını verdim. Düz eləmişəm də cavab verməkdə. Nəbi, deyirəm, yəni orada sənin əlindən başqa bir xata da çıxa bilər deyə sən yenə şükr elə ki, yaxşı qurtarmısan. Ay nəbişim, keşke yalan danışmazdın. Mən bilsəydim sən o işə gedirsən, mən heç qoymazdım. Ürəyim, sənlik bir şey yoxdur burada. Mən ona görə deyirəm də, bax yenə də təkrar edirəm. İnsan bir tikə çörəyi əziyyətlə, çətinliklə qazanar. Amma qıraqdan kimsə ona baxıb gülmək, mənə gəlir ki, bu nəsə yaxşı işdir. Ayətə, mən başa düşürəm, düz danışırsan. Mən də demirəm ki, düz hərəkət eləmişəm. Bilirəm, səhv hərəkət eləmişəm. İndi alındı da belə alındı. Neyim, özümü saxlayamadım, əsəbləşdim. Mən orada olsaydım, onlar görərdilər onların cavabını necə verirəm. Narahat olun, elə o mədəniyyətsiz adamların cavabını vermişəm. Hə, bax, siz şikayət eləməklə düz eləmişsiniz. Neyse, mən də yorğunam, yəqin ki, siz də yorğunsuz. Mən getdim yatmağa, siz də yatın, çox əyləşməyin. Get, gecən xeyrə qalsın. Nəsə, mən elə gəlir deyiləcək sözləri ata dedi də. Dur, biz də gedək, dur, gecəz xeyrə qalsın. Xeyrə qalsın. Allah bulur. Ay nəbişim, bir də belə şey eləmə yaxşı. O işi də bıraq, getmə o işə. İş tapmasan da eyb yox, başqa işə baxarsan, tapmasan da ki, eyb yox. Əsas mənə sənin can sağlığın, sənin özün maraqlısan. Başa düşdün, işimiz olmasa da olar. Sənlik bir şey yoxdur, mən özüm yalan danışmışam. Sənlik nə var ki burada? Tamam, dayan, qızım. Qaranlıqdır. Ayağın işə yıxılarsın. Qızım, qaçma, qazan alım, qaçma. Nənə, məni ora aparma. Yox, səni heç yerə aparmayacam, balam. Bax, hər şey yaxşı olacaq. Qaçma, sən yola qaçma, aparmayacam. Keçən dəfə də demişdiniz ki, aparmayacam, amma apardınız. Sənə inanmıram. Anam keçən dəfə nə demişdi qızım qulaq aslında? Dedi ki, səni özüm aparacam. Ay bala! Allahım, hara qaçırsan? Ramiz, olanların hamısını bilirsən. Bizim də burada olmağımızın səbəbini yaxşı bilirsən. Amma sən gərək cavanları incitməzdin. Mama, deyirəm, keçmişə qayıtmayaq da. Olan olub, keçən keçib, gələcəyə baxmaq lazımdır. Xoşbəxtliyə, gələcəyə. Deməli, belədir də, uzun sözün qısası. Bacın Leylini, oğlum Xəzərə istəyirəm. Söz sən. Bu çoxdan olmalıydı, indi yox.
Nəbi qardaş necədir? İndi evdədir. Hə, yaxşıdır, evə aparıblar. Deyirəm necə adamlar var, adamın çörəyinə bais olurlar. Elədir Ləman, elədir. İndi inansan, heç kimə inanmaq olmur ki. Bəzən sənin ən yaxının, ən doğman sənə elə bir kələk gəlir ki, o ki qaldı yad adamlar. Hə, düz deyirsən, elədir. Nəysə, deyirəm, gəl yaxşı yerlərdən danışalım. Sənə nişanla bax...